Salam hörmətli izləyicilərimiz, bu günlər sizə Xırdalanda, düz mərkəzdə əla təmirli 2 otaqlı mənzil təqdim eləməyə gəlmişik. Mənzilimizi sizə qonaq otağından təqdim eləməyə başlayıram. Baxın, çox gözəl bir qonaq otağımız var. Çox mərtəbəli binanın 13-cü mərtəbəsində mənzilimiz yerləşir və ən mühüm və vacibi odur ki, Heydər Əliyev parkı ilə üzbəüz yerləşir. Yaşlı adamlar, uşaqlar yolu keçirsiniz, Heydər Park düz sizin piyada məsafədə. Gəlin sizə mətbəxi göstərim. Şəbəkə ilə 2 otağa düzəlib. Bu deməkdir ki, həm işıq düşür rahat mənzilə, həm də hava gelir. Baxın, gözəl, qəşəng, geniş. Buradan isə balkona keçid var. Mətbəxi ölçüsü rahat 8 kvadrat var. Ev işıqlı mənzildir. Görürsünüz, hörmətli izləyicilərimiz, gün görən mənzildir. Belə sizə göstərim. İkiyə düzəlmə proyektlərinin içində ən gözəl və sevimli bir proyektimdir. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə qəşəng dəhliz açılır. Gördüyünüz kafelisi hamısı istipoldur. Evin müsahibəsi 56 kvadratdır və qiymət 109.000 manat təyin olunub. Hələ hamam otağına baxın. Görürsünüz, açıq rənglərdən istifadə olunub. Burada dekor güzgü yığılıb, qəşəng və keçid elədik sizinlə yataq otağına. Yataq otağında aboylara baxın, çox zərif, qəşəng aboylar evyəsi vurub və buradan isə balkona qapı var. Gördüyünüz kimi balkona çıxış həm yataq otağındandır, həm də qonaq otağındandır. Ölçülü, qəşəngdir. Bütün rənglər hamısı son dəvə uyğun açıq rənglərdən seçilib. Bilirsiniz ki, açıq rəngi olanda, bütün sonra yaşayış olanda dekorlar, divanlar falan hamısı çox gözəl, təbii görsənir. Gəlin baxın, Heydər Əliyev parkından üzbəüz ev axtarırsınızsa, qiymət 107.000 manat, 2 otaqlı, çox qəşəng periodika bir mənzildir. Like qoymağı unutmayın. Bugünə bu qədər, sağ olun.